Salam əziz abituriyentlər. Deməli, bugünkü video izahımız Xəzərlərlə bağlı olacaq, Xəzər xaqanlığı ilə. Gəlin, başlayaq video izahımıza. Deməli, Xəzər xaqanlığı 7-ci əsrin 50-ci illərindən 965-ci ilə kimi mövcud olmuşdu. Xəzərlər 2-ci, 3-cü əsrlərdə Azərbaycanın Gəncə, İrəvan ərazisinə gəlmiş, sonralar Qarabağ adlanan Barsillər Borçalıda məskunlaşmışdılar. Xəzərlər ümumidə Barsil, Sabir türklərinin nəticəsində yaranmışdı, yəni türklərin birləşməsi nəticəsində yaranmışdı. Paytaxtı Bələncər, Səməndər və İdil şəhərləridir. 7-ci əsrin 50-ci illərində Qərbi Göytürk dövlətinin süqutundan sonra yaranıb. Aşina nəslindən idilər. Ümumiyyətlə biz Aşina nəslindən bir Göytürklər demişdik, bir də Xəzər xaqanlığını deyirik. Xəzərlərdə xaqan hökmdar adlanırdı. İkinci şəxs isə, ikinci adam isə Xaqan bəyi adlanırdı. Böyük Bulqar dövləti zəifləyəndən sonra onun ərazisinin bir hissəsini belə deyək mənimsəmişdi, tutmuşdu. Sasanilər mübarizə aparmışdı və onların Azərbaycanda möhkəmlənməsinə icazə verməmişdilər. Şərqi Avropanın isə ərəblər tərəfindən tutulmasının qarşısını almışdı Xəzərlər. Daha sonra 8-ci, 9-cu əsrlərdə Xəzər xaqanlığında Xəzər asayişi dövrü adlanır. Desna və Dneprdə Slavyanlar məskunlaşmasına icazə verir Xəzərlər. Ərəblərlə döyüşəndən sonra isə şimala çəkilib Slavyanları tabe edirlər özlərinə. 8-ci əsrdə Yahudiliyi qəbul edirlər. Ümumiyyətlə biz digər dövlətlərdə də olduğu kimi bir zəifləmə dedikdə, dövlətin zəifləməsi dedikdə, yəni dini pərakəndəlik demək olar bütün biz dövlətlərdə deyirik. Dini pərakəndəlik, daha sonra Xəzərlərin zəifləməsində peçeneqlərlə mübarizə, bir də ərəblərlə mübarizə təşkil edir. Nəhayət 965-ci ildə Kiyev knyazı tərəfindən Xəzər xaqanlığı süqut edir və onlar haqqında, yəni Xəzərlər haqqında, Xəzər xaqanlığı demirəm, Xəzər xaqanlığı 965-də süqut etdi. Xəzərlər haqqında daha sonralar son məlumat 13-cü əsrə aiddir. Bir də orada məhkəmədən danışacağıq ki, məhkəmədə bütün dinlərə uyğun qurulurdu ki, heç bir dinə ayrı seçkilik qoyulmurdu. Belə, Xəzər xaqanlığı ilə bağlı əsas məqamları sizlərə qeyd etdim.